Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli amma ba'd. Və biz keçən dərsimizdə Şeyx Muhammed ibn Abdülvahhabın həyatından bəhs etdik və dedik ki, Allah yardım edərsə, Allah muvaffaq edərsə, 4 qayda risaləsinə şeyxin başlayacaq. Şeyx Bismillahirrahmanirrahim ilə başlayır. Və Bismillahirrahmanirrahim ilə başlamaq, biz Allahın kitabını asdığımız zaman ilk qarşımıza çıxan Bismillahirrahmanirrahimdir. Deməli, bu elə-belə bir kəlmə deyil. Elə-belə bir söz deyil. Necə biz imamların kitablarına baxdığımız zaman yenə onların da bütün bir-birlərinə yazmış olduqları məktubların arasında bir kitab yazmamışdan öncə ilk cümlələrində Bismillahirrahmanirrahimi görmək mümkündür. Deməli, Bismillahirrahmanirrahim önəmli bir başlanğıcdır. Necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu barədə hədis var. Aleyhissalatu və sələm Bismillahsiz başlanılan bir işin kəsik olduğunu, o işin bərəkətsiz olduğunu Aleyhissalatu və sələm bizə xəbər vermişdir. Bəs nədir bu Bismillahirrahmanirrahim? Sizin də gördüyünüz üzrə burada Allah Subhanahu wa Ta'ala'nın 3 ismi ilə qarşı-qarşıyayıq. 1. Allah, Rahman və Rahim. Necə bilirsiniz, Allah isminin yanında bütün isimlər zikr edilir. Məsələn, Allah Rahimdir, Allah Rahmandir, Allah Cabbardır, Allah Həlimdir, Allah Kərimdir və s. Bütün isimləri Allah isminin yanında zikr edirik. Allah ismi əzəmətli bir isimdir. Və sonra isə Allah ismindən öncə niyə Bismillahirrahmanirrahim? Burada yəni bir isti'anə var. Yəni Allahdan yardım istəmək. Rahman və Rahim olan Allahın adı ilə başlayıram. Ondan yardım istəyərək, ona təvəkkül edərək, bütün işlərimi ona buraxaraq, Allahdan kömək istəyərək başlayıram. Burada həmin nə var? Allahdan yardım istəmə var. Bəs Rahman və Rahim nədir? Rahman və Rahim, bəzi alimlər deyiblər ki, Rahman həm kafirləri, həm müsəlmanları əhatə edən ümumi Allah Azza və Cəllənin ismidir. Bəziləri deyiblər ki, Rahim isə möminlərə xasdır. Lakin bəzi alimlər bunu qəbul etməyiblər. Deyiblər, çünki Quranda da biz Rahman və Rahimin bu şəkildə ayırt edildiyini görmürük. Tam tərsinə əlimizdə dəlillər var deyiblər. Xülasə, Bismillahirrahmanirrahim hər işin başıdır. Bütün xeyir işlərə Bismillahirrahmanirrahim ilə başlanılır. Və sonra şeyx mətnə başlayır, dua ilə başlayır. Şeyx deyir ki, Əsəlullahəl kərim, kərim olan Allahdan istəyirəm, Rabbəl arşil azim. Necə bir Allahdan? Əzəmətli ərşin Rəbbi olan Allahdan istəyirəm. Şeyx burada bizə 2 şey öyrətdi. Birincisi, Allaha dua etməmişdən öncə Allah Azza və Cəlləni təriflədi. Allah kərimdir dedi. Allah Azza və Cəllə əzəmətli ərşin Rəbbidir dedi. Və burada bizim öyrənməmiz gerəkən ən mühüm məsələlərdən birisi budur ki, dua edərkən qulun Allaha təzim etməsi gerekir. Allahdan bir şeylər istəməmişdən öncə Allahın kərim olduğunu, Allahın cömərd olduğunu, Allahın vahhab olduğunu, Allah Azza və Cəllənin həlim olduğunu Allah Azza və Cəlləyə bildirib, Allaha dua edib, Allahdan bir şeylər istəmək lazımdır. Yəni, ya Rabbi, sən ən uca olansan, ya Rabbi. Sən hər bir şeyin Rəbbisən, ya Rabbi. Sən əzəmətli ərşin Rəbbisən, ya Rabbi. Səndən uca heç kim yoxdur, ya Rabbi. Sən mənim sıxıntımı qaldırmasan, ya Rabbi. Heç kim mənə yardım edə bilməz, ya Rabbi. Allah Azza və Cəlləni təzim edib, Allah Azza və Cəlləni ucaltmaq, sonra isə Allahdan istəmiş olduğun şeyi Allah Azza və Cəllədən istəməkdir. Sonra şeyx burada bizə eyni zamanda ikinci bir şey daha öyrətmiş oldu. Şeyx burada əslində dua etmiş olduğu kimsələr kimlərdir? Bizlərik. Yəni bu kitabı oxuyan, bu kitabı əlinə alan, bu risalə ona ulaşmış olan kimsəyə şeyx bərabərində dua edir. Yəni müxatab olduğumuz insan ilə ona bir şeylər istəməmişdən öncə, onunla bir söhbətə keçməmişdən öncə onun üçün Allaha dua etmək. Sənin üçün Allahdan filan şey istəyirəm, sənin üçün Allahdan bağışlanma istəyirəm, Allah sənin ömrünə bərəkət versin. Necə biz bunu məşhur olan şeyxlərin səs yazılarına baxdığımız zaman görə bilirik. Elm tələbələri alimlərə zəng vurduqları zaman nə edirlər? Onlar üçün dua edirlər, onlar üçün Allahdan bağışlanma istəyirlər, ondan sonra verəcəkləri sualı verirlər. Bu da ədəblərdəndir. İnsan xüsusən din öyrənmiş olduğu kimsəyə sual verəcəksə, öncəsində onun üçün dua etmək, öncəsində onun üçün Allahdan bağışlanma istəmək, həqiqətən bu nədir? Ədəbdəndir, elmin ədəblərindəndir. Həmçinin bir insana məktub yazacaqsan, bir insana bir məramını anlatacaqsan, bir insana bir dərdini anlatacaqsan, yenə də eyni şəkildə etmən gerəkən şey onun üçün Allah Azza və Cəlləyə dua etməkdir. Və sonra şeyx duasına davam edir ki, ən yətəvəlləkə fid-dünya vəl-əxirə. Nə istəyir Allahdan? Dünyada da, axirətdə də Allah səni təvəllə etsin deyir. Allah səni öz himayəsinə alsın deyir. Dünyada da, axirətdə də
bir qulu Allah öz himayəsinə alarsa, bu qul üçün hər hansısa bir zərər ola bilərmi yəni? Yəni təsəvvür et ki, sənin dünyada da, axirətdə də səni himayəsinə almış olan aləmlərin Rəbbi olan Allahdır. Şeyx də sənin üçün əzəmətli bir dua edir ki, Allah səni həm dünyada, həm də axirətdə öz himayəsinə alsın. Yəni həqiqətən də dünyada da, axirətdə də Allah əgər bir qulu öz himayəsinə götürərsə, o qula heç bir şey zərər vura bilməz. Ona görə şeyxin burada etmiş olduğu dualar hər biri mühümdir, hər biri gözəldir və bu dualar, yəni şeyx elə belə sıradan dualar eləmir. Etmiş olduğu hər bir dua, yəni ayrı-ayrılıqda dərs tələb eləyib, ayrı-ayrılıqda hər bir duasının içərisində olan əzəmətli bir mesajı həqiqətən də nə edir? Bərabərində ehtiva edir ki, insan onun haqqında uzun-uzun danışsın, lakin məqam o məqam olmadığına görə qısa-qısa bu yerləri keçirik. Və sonra şeyx dua edir, deyir ki, وَأَنْ يَجْعَلَكَ مُبَارَكًا اَيْنَمَا كُنْتَ Harada olursan ol, Allah səni mübarək etsin. Allah Azza və Cəllənin bir qulu mübarək etməsi nə deməkdir? Ümumən mübarək qul kimə deyilir? Mübarək qul elm əhlidir ki, o quldur ki, hər xeyirdə o insanı görürsən. İnsanlara fayda vermək gərəkdiyi yerdə o insanı oradan kənarda bir yerdə görmürsən. Yəni, məsələn, Allah yolunda infaq etmək lazımdır. Bu mübarək olan insanı orada görürsən. Bir müslüman dardadır, o mübarək olan insanı orada görürsən. Gecənin üçündə bu adama zəng vurursan ki, bir müslümanın bir yerdən bir yerə əşyası daşınılmalıdır, həmin o mübarək insanı orada görürsən. Bir yerdə eşidir ki, müslümanın biri dardadır, gecənin bir saatında gəlir onun yanına, sözləri ilə dahi olsa ona təsəlli edir, onu o düşmüş olduğu sıxıntıdan qurtarmağa çalışır. İnsanlara fayda verən, olmuş olduğu yerdən asılı olmadan ətrafına fayda verən insandır. Necə bu duanı xatırlayın, İsa aleyhisselamın etmiş olduğu dua nə idi? وَجَعَلَنِي مُبَارَكًا اَيْنَمَا كُنْتُ Harada oluramsa olum, Rəbbim məni mübarək etdi. Demək ki, şeyx burada da, yenə bu duasının içərisində də sənin və mənim üçün elə belə bir şey istəmədi. Allahdan istədi ki, Allah bizi mübarək olan qullardan etsin. Və dedi ki, mübarək olan qullar o qullardır ki, onlar hər xeyirdə, madəm ki, bunun sonuzunda birilərinə fayda veriləcək, madəm ki, bunun sonuzunda birisi mənim sözümdən, kəlməmdən, əməlimdən, maddiyyatımdan fayda əldə edəcək, kəsinliklə və kəsinliklə mübarək olan insanlar bu xeyirlərdən özlərini məhrum etmirlər. Və sonra şeyx davam edir, deyir ki, وَأَنْ يَجْعَلَكَ مِمَّنْ إِذَا أُوتِيَ شَكَرَ Yəni, sənə elə bir dua edir ki, sən həqiqətən də bu dualara müvəffəq olsan, sən dünyada da, axirətdə də xeyir içərisindəsən. Sən deyir, o kəslərdən olasan ki, neymət verildiyi zaman şükür edənlərdən. Yəni, neymət verildiyi zaman qulun Allaha şükür etməsi həqiqətən də həm bu dünyada insana fayda verir, həm də qiyamət günü insana fayda verir. Necə Allah Subhanahu wa Ta'ala buyurur ki, لَاِنْ şəkərtum ləəzidənləkum Əgər şükür etsəniz, sizə olan neymətimi artıraram, deyir Allah Azza və Cəllə. İnsan Allahın neymətlərinin fərqində olmalıdır. Bəs Allahın neymətlərinə insan necə şükür edir? Birincisi, İnsan düşünür, qəlbi ilə. İnsan içində Allahın ona vermiş olduğu neymətləri anlayır, başa düşür və başa düşür ki, Allah Subhanahu wa Ta'ala bütün neymətlərin sahibi odur. Necə Allah Azza və Cəllə buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ Allah Sizin üzərinizdə olan neymətlərin hamısı Allahdandır. Yəni, elə bir neymət yoxdur ki, o Allahdan olmasın. Daxilində bunu anladı, anladıqdan sonra da bu dilinə yansıdı, dilinə yansıdıqdan sonra da insanın əməllərinə yansıdır. Yəni, Allah Azza və Cəllə səcdə edir, Allahın əmirlərini yerinə yetirir. Bu da nədir? İnsanın Allahın verdiyi neymətin müqabilində Allah Azza və Cəlləyə şükür etməsidir. Baxın, mənə çox maraqlı gələn bir məsələ var idi. Bir gün adamın biri dedi ki, dedim, niyə ibadət etmirsən? Adam tövhidi qəbul edib, hər bir şey yerindədir, bundan yana bir problemi yoxdur. Mən dedi, namazı anlamıram dedi. Yəni, mən dedi, namazı anlamıram. Mən niyə namaz qılmalıyam? Mən o adama sual verdim. Dedim ki, bax, sən burada oturmuşsan, işləyirsən. Yəni, bildiyim bu adam da 10 saat, 12 saat masa arxasında oturur. Həm işini sevdiyindən dolayı, həm də oradan yaxşı bir gəlir əldə etdiyindən dolayı. Dedim ki, nəyin müqabilində bunu edirsən? Yəni, nədir bunun sonucu? Ən yüksək maaş, yəni sən bilgisayardan yaxşı anlayırsan, gedəcəksən başqa bir ölkəyə, orada işləyəcəksən, maaş alacaqsan. Sonucu nədir bunun? 5 min, 6 min, 10 min dollar maaşdır. Çox gözəl. Dedim, bax dedim, sən bu işdə, bu əməkdə bu qədər əmək sərf eləsən, sonra sənin o patronun, o sənin başında olan insanlar gəlsələr sənə, onların işlərini yürütmüsən, onların işlərini böyütmüsən, bəlli bir yerə gətirmişsən, sonra desələr ki, valla sən 300 manatlıq, 300 dollarlıq bir maaşı haqq edirdin, biz sənə fazlasıyla verdik. Necə bir şey olarsan dedim, əməyin qarşılığını verməsələr, çox pis olaram dedi. Yəni, bu belə bir şey olar dedi, mən bir şirkəti qaldıracam, onu böyütməsinə səbəb olacam, o da gəlsin, mənə bunu desin. Yəni, dedim, yəni, sonuc, sənə təşəkkür etməsələr, sənə dedim, bu ağır gələr. Bax dedim, adamlar səni işlədirlər. İşlədiklərinin müqabilində maaş verirlər.
sənə maaş vermələrinə rəğmən sənin əməyinin qarşılığına dilləri ilə sənə əziyyət etdikləri zaman, sən bu qarşılığı onlarda təşəkkür olaraq görmədiyin zaman sənə ağır gəlməyə başlayır. Bəs aləmlərin Rəbbi olan Allah sənə bu qədər neymət vermişkən, o ki dedim bilgisayarın qabağında əyləşmisən, hansı ağılla əyləşmisən, kimin sənə vermiş olduğu ağılla əyləşmisən, o ki nəfəs alıb verirsən o bilgisayarın qabağında, kimin sənə vermiş olduğu nəfəslə orada oturmusan. Yəni üzərində bütün olan neymətlər ağıl da içərisində hamısı Allahdandır. Elə olduğu halda necə deyə bilərsən ki, namaz mənə çatmır? Necə deyə bilərsən ki, mən Allaha ibadət etmək mənə çatmır? Nəyin qarşılığında Allaha ibadət edirəm? Məgər görmürsən nəyin qarşılığında Allaha şükür etməlisən? Bir, zaten Allah əmr edib deyə. Yəni Rəbbimiz bizə bir şeyi əmr edibsə, onun lamı cimi olmaz. Allah əmr etdiyi zaman biz əlimizi qaldırarıq, ya Rabbi eşitdik və təslim olduq deyərik, bizim üçün məsələ bitmişdir. Amma bir şeylər üzərində düşünürüksə, yəni həqiqətən də bu düşünülməyi gərəkdirən bir məsələ deyilmi ki, insan Allah Azza və Cəllə ibadət etməyi niyə ibadət edim? Yəni Allah Azza və Cəllə sənə o vaxt ki verib, sən o vaxtdan istifadə edərək yatırsan, bədəninin ehtiyacını qarşılayırsan, nəfsin ehtiyacını qarşılayırsan və Allah Azza və Cəllə bunun müqabilində səndən sadəcə 25 dəqiqə vaxt istəyib. Yəni günün 5 vaxtında 5 dəqiqə namaza vaxt ayırsan, 25 dəqiqə, 24 saatdan 25 dəqiqə Allaha vermədikdən sonra sən necə deyə bilərsən ki, mənə namaz çatmır? Çünki sən təşəkkür etməsini bilmirsən, amma bir gün birisi sənə dünyalıq etmiş olduğun bir işin müqabilində təşəkkür etmədiyi zaman sənin nəfsinə ağır gəlir. Ona görə təşəkkür etmək, Allah Azza və Cəlləyə şükür etmək ən əzəmətli olan işlərdəndir. Bir dedi, insan bunu qəlbi ilə edəcək. 2, dili ilə bunu tələffüz edəcək. 3, əzaları ilə da bunu təsdiq edəcək. Və sonra isə şeyx deyir ki, وَإِذَا بُتُلِيَ سَبَرَهِ Yəni sənə bir imtihan gəldiyi zaman da səbr edənlərdən olasan. Yəni səbr edəsən o imtihana. O imtihana səbr etmək necə olur? 1, Allah Azza və Cəllənin qulun başına göndərmiş olduğu müsibətə ilk öncə içində bir sıxıntı duymadan Allaha təslim olur. Hani insanlar var, dilə gətirmir, amma içində Allahdan narazıdır. Dilinə tələffüz etmir, amma içində Allah Azza və Cəlləyə qarşı sanki haşa bir qəzəb var. Allah qorusun, imtihan anında insanın içi səlim olmasa, imtihan anında insanın içi Allahın razı qalmış olduğu formada olmasa, o insan imtihanı itirmişdir. İkinci bir məsələ, dili ilə Allah Azza və Cəllədən razı qalacaq. Yəni, ya Rabbi, madəm ki sən bunu mənim başıma getirdin, mən də səndən razıyam, ya Rabbi. Sən ki aləmlərin Rəbbisən, ya Rabbi. Sən ki, ya Rabbi, mənim Rəbbimsən, ya Rabbi. Sən ki mənim xeyrimə və zərərimə olanı məndən daha yaxşı bilirsən, ya Rabbi. Mən necə sənə asili edə bilərəm? Mən necə səndən üz döndərə bilərəm, ya Rabbi? Sən ki aləmlərin Rəbbi olan Allahsan deyib, Allah Azza və Cəlləyə təslimiyyətini, Allahdan razı qaldığını dili ilə iqrar etməsi gərəkir. Bu da zikr etdiyi dil, qəlb və əzalar ilə. Yəni, insan məsələn özünü döyməsi, özünə zərər verməsi və s. bunlar da insanın əli ilə, əzaları ilə Allah Azza və Cəllənin göndərmiş olduğu imtihandan üzü ağ çıxmamasıdır. Həmçinin insana imtihana səbr etmək deyildikdə, Allah Subhanahu və Teala'nın qadağan etmiş olduğu şeylərə qarşı insanın səbr etməsidir. Yəni, siz təsəvvür edin ki, necə bir gənc üçün bu imtihan olmamış olsun ki, insan çölə çıxmaqla bərabər, yəni bir kişi üçün nəfsinin ən çox istəmiş olduğu şey nədir? Qadınlardır, yemək içməkdir, əylənəcəyi yerlərdir, barlardır və s. əylənəcəyi bir çox yerlər var. Fəqət bir gənc nəfsinin ən çılğın vaxtında belə başını yerə endirirdir ki, ya Rabbi, inni əxafullah, mən səndən qorxuram, ya Rabbi. Yəni, bu məgər imtihan deyil, məgər bu imtihanda insanın nəfsini Allah üçün tutması deyil, nəfsinin istəklərinə qarşı səbr etməsi məgər bu deyil. Həqiqətən də insanın imtihanlara qarşı səbr etməsi gərəkdiyi yerlərdən biri də Allahın ona qadağan etdiyi yerlərdə səbr etməsidir. Yəni, madəm ki bizim sayılı günlərimiz qalıb, madəm ki bizim bəlirli günlərimiz var, biz bu dünyadan köç edəcəyik, elə isə olduğumuz yerdə Allaha asili etməyik. Elə isə olduğumuz yerdə imtihanlara qarşı Allah Azza və Cəllənin bizə imtihan etdiyi yerlərdə səbir göstərə bilək. Yəni, sənin nəfsin bir şeylər istəyə bilər. Sənin nəfsin Allah Azza və Cəllənin haram etmiş olduğu şeyləri arzu edə bilər. Sən cahiliyyə həyatına baxarsan, deyərsən ki, mən buralardan gəlmişəm, mənim dostlarım əylənir, mən isə bir qadın görəndə başımı aşağı indirəm. Yəni, o cahiliyyə dostlarım yeyirlər, içirlər, əylənirlər, bir məclisdə otururlar və bu məqamda imamlardan birisi deyir ki, ey Allahın qulu deyir, nə badədir Allahın səni zülmətdən çıxardıb, nura çıxardıqdan sonra o zülmət üçün darıxasan deyir. Qorxulur ki, deyir, darıxmış olduğun həyata Allah səni geri qaytarar. Məgər onların həyatı özləm duyulacaq bir həyatdırmı? Məgər o cahillərin həyatı, o Allah düşmənlərinin həyatı, o Allah Azza və Cəllənin dinindən üst çevirən insanların həyatı özləm duyulacaq bir həyatdırmı? O zina yerindən başqa bir zina yerinə, o xəstəlikdən başqa bir xəstəliyə, o iffətsizlikdən başqa bir iffətsizliyə ən son insanlar o hala gəldilər ki, heyvan
heyvanlar ilə belə cinsi əlaqəyə girməkdən geri durmadılar. Fitrətlərini pozmuş olan insanlara insan baxıb necə özləm duya bilər? İnsan o həyatı yaşayan insanlar ki var, onların heç bir qırmızı çizgisi yoxdur. Necə onlara baxıb onlara özləm duya bilər? İnsan biləcək ki, Allah onu həm bu dünyada təmizləyib, həm də nəfsin istəkləri ki var, imtihandır insan üçün, Allah onları qadağan edib, onlara səbr etdiyi zaman da qul üçün bərabərində mükafat var. Ona görə şeyx deyir ki, imtihan gəldiyi zaman da o imtihanlara səbr edəsən. Və buna səbr etdiyi halda insan günaha düşə də bilər. Bu məqamda şeyx yenə sənin üçün və mənim üçün başqa bir dua daha edir və buyurur ki, وَإِذَا أَذْنَبَ إِسْتَغْفَرْ O zaman da deyir, Allahdan bağışlanma istəməyə Allah Azza və Cəllənin səni yönəltməyini istəyir. Yəni, madəm ki, günaha düşdün, madəm ki, o günah üzərində o imtihandan çıxa bilmədin, o zaman da sənin üçün deyir ki, günaha düşdüyün zaman Allahdan bağışlanma istəyəsən. Allahdan bağışlanma istəmək, elə belə, ya Rabbi, mən günah etdim, məni bağışla deyil. Sən dizini atacaqsan yerə, deyəcəksən ki, Rabbi inni limə ənzəltə iləyyə min xeyrin fəqir. Ey Rəbbim, sənin mənə indirəcəyin hər xeyrə mən möhtacam, ya Rabbi. Sən aləmlərin Rəbbi olan Allah olduğun halda mən sənə asilik etdim, ya Rabbi. Sən aziz olan Allah olduğun halda, mən isə aciz olduğum halda, ya Rabbi, sənə asilik etdim, ya Rabbi. Məni bağışla, məni bağışla, məni bağışla deyib Allah Azza və Cəlləyə aciziyyətini, aciz olduğunu, ona möhtacın olduğunu Allah Azza və Cəlləyə bildirəcəksən. Və sonra şeyx deyir ki, فَإِنَّ هَؤُلَاءِ الثَّلَاثَ ünvanu səadətə və həmin bu üç şey deyir, səadətin ünvanıdır. Nədir o üç şey? Bir, dedi ki, insanın Allahın vermiş olduğu neymətlərə şükür etməsi. İki, imtihanlara səbr etməsi. Üç də nədir? İnsanın Allah Subhanahu və Teala'dan bağışlanma istəməsidir ki, qul günaha düşdüyü zaman Allahdan bağışlanma istəyərsə və həmin bu üç şey səadətin nədir? Ünvanıdır, deyir Şeyx Rahiməhullah. İndi isə inşallah burada mövzumuzu saxlayaq. Əslində davam edə bilərdik, lakin burada həqiqətən də faydalı məsələlər var. O məsələlərdən biri İbrahimin milləti kimlərdir? Eyni zamanda Allahı tövhid etmək, eyni zamanda ibadət və şirk məsələləri var. Bunların hamısını bir arada zikr etməyi, ayrı-ayrı başlıqlar altında zikr etməyi daha faydalı gördüyüm üçün inşallah bunu duaları, yəni bu günləri şeyxin dualarını və şeyxin dualarının etmiş olduğu duaları haqqında və bu duaların həqiqətən də əzəmətli dualar olduğu haqqında danışdıq. Necə şeyx onlar üçün, yəni oxuyucular üçün gözəl dualar etdi və dedik ki, hər bir dua ayrı-ayrılıqda bir mövzudur. Və lakin biz mövzumuzu çox da yayınmamaq üçün bu başlıqları burada saxlayırıq. Və şeyxin duaları qısa olaraq bundan ibarət idi. Və yenə təbii ki, şeyx irəlidə oxuyucular üçün dua eləyəcək. Necə gəlir yenə İ'ləm ərşədəqallahu li ta'atihi, bil ki, Allah səni öz itaətinə yönəltsin deyə. Bu şəkildə arada da yenə dualar gələcək. Lakin bu başda olan dualar hər biri ayrı-ayrılıqda mühüm olduğuna görə qısa da olsa dedim bunlar haqqında ön məlumat verim. Sonra isə inşallah bundan sonraki dərsdə həniflik nədir, İbrahimin milləti olmaq nədir, onlardan bəhs edəcəyik. Ondan sonra isə ya iki mövzunu birləşdirib şirk və ibadəti millət İbrahimlə bərabər, ya da bu ikisini bir-birindən ayrı-ayrılıqda zikr edəcəyik inşallah. Allah Azza və Cəllə bizi muvaffaq etsin. Və axiru davanən elhamdülillahi Rabbil alemin.